Sənət nümayəndələrindəndir. İcazənizlə dəvət etmək istəyirəm. Azərbaycan Respublikasının əməkdar artisti, bizim hamımızın sevimlisi Lalə xanım Məmmədova gəlir. Xoş gəlib, səfa gətirir. Sığan bir insan ruhum sərhəddinə heç sığa bilmir. Torpağa əli boş dönsə də insan dünyanın həssindən heç doya bilmir. Ananın bətninə sığan bir insan ruhum sərhəddinə heç sığa bilmir. Torpağa əli boş dönsə də insan dünyanın həssindən heç doya bilmir. Yaşandıkça həyat dünya daralır, bilinmir kainat hara yönalır. İnsan yaşlanır, neden qocalır, bir de cavan olacak mı hiç bilinmeyir. Yaşandıkça hayat dünya daralır, bilinmir kainat hara yönalır. İnsan yaşlanır, neden qocalır, bir de cavan olacak mı? Gelin elə yaşayaq, Tanrıya da hoş olsun, hesaptan da korkmasın, hayat koy cennet olsun. Tanrıya da hoş olsun, hesaptan da korkmasın, hayat koy cennet olsun. Bozulup ruhumda Tanrı düzeni, yalan karşısında danışabilmir. Yazın evvelinde sayır cüceni, payızın sonuna çattırabilmir. Bozulup ruhumda Tanrı düzeni, yalan karşısında danışabilmir. Yazın evvelinde sayır cüceni, payızın sonuna çattırabilmir. Son ümitte kıyametin kapısı, korkudan o yana atlayabilmir. Yadına düşen de mizan teresi, yakşını pisinden ayırabilmir. Son ümitte kıyametin kapısı, korkudan o yana atlayabilmir. Yadına düşen de mizan teresi, yakşını pisinden ayırabilmir. Gelin elə yaşayaq, Tanrıya da hoş olsun, hesaptan da korkmasın, hayat koy cennet olsun. Gelin elə yaşayaq, Tanrıya da hoş olsun, hesaptan da korkmasın, hayat koy cennet olsun. Tanrıya da hoş olsun, hesaptan da korkmasın, hayat koy cennet olsun. Gelin elə yaşayaq. Çok hoş geldiniz Lalə xanım. Səfalar gətirdiniz. Ne güzel ki sizden önce şərhini verdiğim mövzumuza tam uygun olduğu ifa ettiğiniz mahnı. Elə yaşayaq ki, həyat bizə xoş olsun. Sözlər gözəldir və təbii ki də mən düşünürəm ki, Novruz müəllimdə kəsəri olan, çəkisi olan sözlər toxunur və ruhunu titrədir. Xoş gəlmişsiniz bir daha. Çox sağ olun. Buna əlavə olaraq düzdür. Novruz müəllim artıq tərifə ehtiyacı yoxdur. Evet. İmzasını yazmış bir bəstəkar da Azərbaycan musiqisinə, mədəniyyətinə və böyük töhfə vermiş insandır. Elə belədən bir bəstəkar kimi onu heç vaxt qeyd eləyə bilmərəm. Və artıq neçənci nəsildir ki, onun mahnıları ilə
yəni gənc nəsil belə müraciət edirsə, demək ki, qəlbdən yazılan gözəl nəğmələrdir. Və mən buna həmişə deyirəm ki, bir bəstəkarın uğuru hər mahnısında cəmiyyətə bir mesaj ötürməkdir. Bilirsiniz, sevgidir, məhəbbətdir, hər şey gözəldir, yəni hər mövzuda yazmaq olar, amma Novruz müəllimin bir mahnısı yoxdur ki, deyim ki, o belə deyir, nişanı alıb oxu yerinə deyir, sancmasın. Çox düzgün strategiyası olan və cəmiyyətə hər mahnısında Tam hədəfi tuşlayır. hədəfi tuşlayır və demək olar ki, elə hər mövzuda yazıb, təbiətdən tutmuş. Məsələn, mən öz repertuarımdan elə çox deyir, uzağa getməyim də, bura yurdun cənubudur. O sözləri də bilirsiniz necə, o tapmaq özü də bir böyük qabiliyyətdir sizə deyim. Çünki şairi də hiss eləməlidir bəstəkar. Baxın, deyə oxuduğum Gəlin elə yaşayaq, Ay Qaragilə, Səni sevmək üçün gəldim dünyaya, Yağış. Yəni, mahnıların sayı hesabı yoxdur, mən artıq sayını itirmişəm Novruz müəllimdən. Və məni hər dəfə təəccübləndirən bir bəstəkardır Novruz müəllim. Olur da, bəzən görürsünüz ki, artıq yəni, sözünün imzasını demiş, qoymuş bir bəstəkardır. Müraciət edir, deyir ki, məsələn, plan bir mahnım var, amma yəni, başa düşürük ki, artıq təkrarçılıqdır. Amma Novruz müəllimdə o yoxdur. Maşallah olsun deyirəm, tükənmir, maşallah tükənmir. Allahın o da ona verdiyi bir vergidir, lütfüdür. O heç vaxt tükənməz Novruz müəllim. Təşəkkür edirəm Lalə xanım bu gözəl hərarətli sözlərinizə görə. Doğrudan da Vüsalə xanım siz də qeyd elədiniz, mahnının mətni çox vacib bir məsələdir. Və bizim məqsədimiz təkcə insanları əyləndirmək yox, onların ruhunu təbii ki, oxşamaq yox, onunla bərabər olaraq öz ismarcılarımızı da, çağırışlarımızı da onlara çatdırmaqdır. Çünki bayaq ki, mahnıda Lalə xanım onu çox gözəl ifadə edir. Bizim gözəl dostumuz, qardaşımız da, millət vəkilidir. Adını çəkmək istəmirəm, ola bilər ki, istəməz bunu. Amma qeyd eləmək istəyirəm ki, çox gözəl sözlər yazdı və bu bir çağırış oldu. Çünki dünyamız... Sözünüzü kəsmək istəməzdim, amma bu gözəl sözlərin müəllifi mütləq məncə qeyd eləmək lazımdır. Sadiq müəllimi salamlayırıq. Uğurlar, müvəffəqiyyətlər. Və qeyd eləmək istəyirəm ki, bununla əlaqədar olaraq doğrudan da bizim dünyamızda çox böyük təlatümlər baş verir. Təbiətdə böyük dəyişikliklər baş verir və məhz bu mahnı da o çağırışa uyğun olaraq insanlara bir çağırış edir ki, bu təbiətimizi qorumaq lazımdır. Çünki bizim yer kürəsindən başqa heç bir yerimiz yoxdur, heç bir sığınacağımız yoxdur. Bizim bura mənzilimizdir, bura bizim vətənimizdir, bura bizim evimizdir. Söhbət təkcə Azərbaycandan gelmir. Söhbət ümumiyyətlə dünyadan gedir, kainatdan gedir. Ona görə də Lalə xanım sizə təşəkkür edirəm. Çox gözəl ifa etdiniz və hesab edirəm ki, bu deməli mahnı öz yerini tapdı və mənim qızım da ona çox yaxşı bir belə klip çəkdirdi və mənə gəlir ki, çox uğurlu alındı. Müəllimin övladları da özü kimi istedadlıdır. Mən sizə deyim ki, mahnıları doğrudan biz oxuyuruq, amma bütün mahnılar bilirsiniz də ifa olunan mahnılar hardasa bizim həyatımızın bir parçasına, hətta oxuduğumuz anda yaşamamışıqsa belə sonradan bizim həyatımıza bir hissəsi olur. Və mən deyim sizə ki, bu mahnını oxuyuq, siz nələr gəlir adamın gözün qabağından keçir. Nə qədər hadisələr gəlir, keçir. Doğrudan da haqq hesabı, mizanı bilməyən insanlar ən bədbəxt insanlardılar. Gəlin elə yaşayaq, hesabdan da qorxmayaq. Görün nə gözəl sözlərdir. Bəzən hadisələri önlüyürük. Bilmədən elə bir şey gəlir içimizə, ürəyimizə ki, ya bəstə olaraq, ya şeir olaraq, ya ifa olaraq onu dilimizdən çıxır və yazırıq, qeyd edirik, göstəririk, sonra isə onun demək olar ki, tarixçəsini yaşayırıq. Birazdan bax belə